Bakı-Tbilisi-Bakı qatarları üzrə gediş haqqı açıqlanıb. Müstəqil AS xəbər verir ki, ilkin qrafikə əsasən qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 8:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 6:24-də çatacaq. Bu müddətin sərhəd gömrük baxışı məqsədi ilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub. Bakı-Tbilisi-Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmir Yol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yol Vağzalında dayanacaq veriləcək. Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məsafədən asılı olaraq komfort sinifi üzrə 51 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 81 manat, Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.